uşaqlar üçün çox narahatıq. Yuxu pozuntu olur məndə, yata bilmirəm. Yatmaq qeyri-mümkündür. Yay aylarında ağcaqanadlar bəzi insanların gündəlik probleminə çevrilir. Belə vəziyyətdə çoxumuz sprey və kremlərdən istifadə etsək də bir o qədər də fayda vermir. Bəs vətəndaşlar ağcaqanadlardan necə qorunurlar? Ağcaqanadlardan necə qorunursunuz? Ağcaqanadlar üçün xüsusi dərmanlar var. Onlardan istifadə edirik mütləq, yoxsa yatmaq qeyri-mümkündür. Həm bu sezon həşəratlar çoxalıb, çəyirtkələr, ağcaqanadlar da həmçinin məcbur dərmanlarla ağcaqanadlar çox xüsusi dərmanlar olur. Onlardan istifadə edirik. Dərim çox həssasdır. Yəni heç qoruna bilmirəm də. Yəni evdə də istifadə etdiyimiz vasitələr çox da işə yaramır. Yəni çətin çəkilir ağcaqanadlardan. Nələrdən istifadə edirsiniz? Məncə hamı istifadə edir belə dərman vasitəsidir ağcaqanadlar üçün göy rəngdə. Ondan istifadə edirik. Bir müddət təmizləyir, amma sonra yeni təkrardan gəlir. Çox mənfi, pis. Dərmanla, nə bilim, yuxu pozuntu olur məndə, yata bilmirəm. Mövsüm yay mövsümüdür. Yay mövsümü xahiş elədim ki, dövlət məsələlərini xahiş elədim ki, buna bir işinə tədbir əmcal çəkəsiniz. Dərmanla qorunuruq da. Dərmanlarını qorunuruq ki, ağcaqanadlar yox olsun. Belə yata bilmirik. Biz də vəziyyətim belə, orta belə. Ağcaqanadlar dəhşət çoxdur, amma qapının pəncərəni məcburuq setkalamağa ki, yəni içəri olmasınlar da belə. Başqa heç cürə. Dərman vasitəsi istifadə edirsiniz? Ziyanlı olduğuna görə ondan istifadə eləmirik. Ağcaqanadlar artıq dərəcədə çoxdur. Özdəki növləri də elə bil ki, keçən ilə baxanda belə yekədir də. Belə biz həyət evində oluruq. Bu yandırıcı belə var, onlardan belə yandırırıq. Çox vaxtda heç həyətdə olmuruq da, belə giririk. Uşaqlar da var, nəvəm də var. Sağ olun. Ona belə belə uşağa aid belə şeylər elib. Yəni onu vursa da yenə də onu dişləyir, uşaqda allergiya qalır. Bu ilki ağcaqanadlar bir başqa cürədir. Yəni ki, hər ilin ağcaqanadına oxşamır. Elə bir zəhərlidirlər. Bax belə. Belə böyüklərik, özümüzü çalışırıq qorumağa. İndi uşaqlardan biraz belə uşaqlar üçün çox narahatıq. Həkim pediatrın sözlərinə görə ağcaqanadlardan qorunmağın ən yaxşı yolu qapı və pəncərələr üçün torlardan istifadə etməkdir. Allergik uşaqlarda bu bir qədər daha belə deyək ki, təhlükəli hesab olunur. Nə baxımdan allergik uşaqlarda ağcaqanad işləməsi zamanı dəridə şişkinlik, köpəşiklik, hətta bərkləşmə qeyd oluna bilər. Ona görə də allergik uşaqlar bir qədər daha ehtiyatlı olmalıdırlar. Xəyala Quliyeva onu da əlavə edir ki, ağcaqanad sancması zamanı nəfəs darlığı, öskürək, boğazda şişkinlik və səpkilərin yayılması kimi hallar baş verərsə, həkimə müraciət etmək mütləqdir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə ağcaqanadlar yaydıqları xəstəliklər səbəbindən dünyanın ən ölümcül heyvanı hesab olunur. Ağcaqanadların yaydığı xəstəliklər bütün yoluxucu xəstəliklərin 17%-dən çoxunu təşkil edir. Bu xəstəliklər hər il 700 mindən çox insanın ölümünə səbəb olur.